Salam uşaqlar, bugün sizlərlə Çinar 5-ci sinif test bankı kitabından test 27 və test 28-in izahını verəcəm. Mövzumuz kəsir və bölmə əməli, kəsirlərin ixtisarı. İzaha keçməmişdən öncə uşaqlar, sizdən bir xahişim var. Əgər bu videolar sizə faydalı, öyrədici gəlirsə, kanala abunə deyilsinizsə abunə olmağı, bir də videonu bəyənməyi unutmayın. İndi isə keçək izahımıza. Birinci sualımızda deyilir ki, 3 bölünsün 7 əməlini adi kəsirlə yazın. Uşaqlar, 3 bölünsün 7 əməlini adi kəsirlə yazın. Uşaqlar, biz bölməni 2 nöqtə ilə göstərə bilərik. Kəsir xətti ilə göstərə bilərik. Çünki kəsir xətti bölmə deməkdir. Yəni, kəsir xəttimizi çəkdik. Nəyə bölürük? 3-ü bölürük 7. Düzgün cavab 7-də 3, B bəndi. İkinci. Kəsirlə 2-ni 9-a bölün. Ondan biz bir oxşamaya nə yazmalıyıq? Əlbəttə ki, 9. Düzgün cavab A variantı. Üçüncü sual. Tam ixtisar zamanı kəsirin sürət və məxrəcini nəyə bölmək lazımdır uşaqlar? Tam ixtisar zamanı kəsirin sürət və məxrəcini əboba bölmək lazımdır. Dördüncü sual. 15-də 9 kəsirini ixtisar edin. Uşaqlar, gəlin sürət və məxrəcini 3-ə bölək. 9-u 3-ə bölsəm 3 alıram sürətdə. 15-i 3-ə bölsəm 5. Düzgün cavab 5'də 3, C variantı. Hansı kəsir ixtisar olunmayan kəsirdir uşaqlar? 9-a 7 kəsiri ixtisar olunmayan kəsirdir. Çünki 9-a 7-nin ortaq böləni yoxdur. Yəni kəsirin ixtisar olunması üçün ən vacib şərt sürət və məxrəcin ortaq böləni olmalıdır. Ona görə ixtisar olunmayan kəsirimiz A variantıdır. 6-cı sual. İxtisarın doğru olması üçün kvadratın yerinə hansı ədəd yazılmalıdır? Baxın uşaqlar. Sürət 4 idi, indi 1 olub. Məxrəc 16 idi, 4 olub. Mən nəyi? Yəni 4-ü neçəyə bölsəm 1 alaram sürətə? Əlbəttə ki, 4-ə bölsəm. 16-ı neçəyə bölsəm 4 alaram? 4-ə bölsəm. Ona görə düzgün cavab C variantı. Bir də uşaqlar yadda çıxarmayaq ki, məxrəcin və sürəti eyni anda eyni ədədə bölmək lazımdır. Ki bu ixtisar olsun. Yəni biz 1-in 2-yə, 1-in 3-ə bölmək o doğru ixtisar deyil. Deyir ki, 7-ci sualda hansı kəsiri ixtisar etdikdə natural ədəd alınar? Uşaqlar, baxın. 8-ə 4. Uşaqlar, hər ikisini 4-ə bölsək, alaraq 2-də 1. 3-də 18 uşaqlar, hər ikisini 3'ə böldüyümüz an, yəni 18'ə bölünü alırıq 6. Düzgün cavab B variantı. Deyir ki, 8-ci sualda 5 qalatı 7 uşaq arasında bərabər bölüşülür. Yəni mən 5-i 7-yə bölürəm. Kəsirlə də göstərsəm, alırıq 7-də 5. Düzgün cavab D variantı. Verilmiş fiqurda rənglənmiş hissəni göstərən kəsir hansıdır uşaqlar? Ümumi neçə kvadratımız var? 4 dənə. Burada var, 3 dənə burada var, cəmi 12 dənə kvadrat var. 12-sindən 4-ü rənglənib. Düzgün cavab B variantı. Aşağıdakılardan hansı doğrudur? İxtisarı bizdən soruşur. Uşaqlar, 18-ə 3-ün hər ikisi, yəni sürətin və məxrəci 3-ə böldüyümüz anda alırıq 6-da 1. Düzgün cavab 6-da 1 olmalıydı. C variantında 15'də 5 kəsirinin sürət və məxrəcini 5'ə böldüyümüz an alacaq 3'də 1. Düzgün bölünmə yoxdur. B variantında uşaqlar 24'də 8, kəsirin sürət və məxrəcini 8'ə böldüyümüz anda 8 bölü 8 1, 24 bölü 8 alınır 3'də 1. Düzgün cavab B bəndi. 11-ci sualımızda deyir ki, uşaqlar 36-48 kəsirini ixtisar edin. Uşaqlar, gəlin ilk öncə hissə-hissə ixtisar edək. 36-48 hər ikisi 2-yə bölünür. 36-nı 2-yə bölsəm 18, 48-i 2-yə bölsəm 24. Yəni də hər ikisini uşaqlar 2-yə bölə bilərik. 18-i 2-yə bölsəm 9, 24-ü 2-yə bölsəm 12. Və 9 və 12 hər ikisi 3-ə bölündüyünə görə 9 bölünsün 3, 3 edir. 12 bölü 3, 4. 3 ilə 4-ün ortaq böləni olmadığına görə düzgün cavab 3'də 4, C variantı. Deyir ki, hansı kəsir 6-ya bərabərdir? Yəni, sürətin məxrəcə böləndə cavab 6 alınır. Düzgün cavab B variantı 4'də 24. Yəni, mən 24'ü 4'ə bölsəm 6 alacaq. Davam edək uşaqlar. Test 28 səhvələrimizdə B variantı. Deyir ki, hansı kəsir ixtisar olunan kəsirdir uşaqlar? İxtisar olunması üçün sürət və məxrəcin ortaq böləni olmalıdır.
Baxın B variantı 15-də 3. Hər iki 3-ə bölünür və 15-də 3 kəsir ixtisar olunan kəsirdir. Deyir ki, ikinci sualda hansı kəsir ixtisar olunmayandır? Yəni, sürət və məxrəcin ortaq böləni yoxdur. Uşaqlar, baxın, 12-də 4, hər ikisi 4-ə bölünür. C variantında 18-də 6, hər ikisi ən böyük ortaq bölən olduğuna görə, yəni 6-ya bölünür. D variantında 24-də 8, hər ikisi, yəni sürət və məxrəc 8-ə bölünür. Amma 15-də 7 kəsirinin sürəti 7, məxrəci 15 olduğuna görə və 15 ilə 7-nin də ortaq böləni olmadığına görə verilən kəsir ixtisar olunmayan kəsirdir. Deyir ki, hansı doğrudur? Kəsiri ixtisar etmək sürəti və məxrəci 2-yə bölmək deməkdir. Xeyr, bu yanlışdır. Mən 3-ə də bölə bilərəm, 8-ə də bölə bilərəm. Məsələn, bax, burada 8-ə böldüm. Bütün kəsirlər ixtisar etmək olar. Xeyr, yanlışdır. Bütün kəsirlər ixtisar etmək olmaz. Nümunə ilə qabağımızda 15-də 7 kəsiri. 49-u 35 kəsirini ixtisar etmək üçün sürət və məxrəci 7-yə bölünür. Bəli. 7-yə bölsəm, alacam 7-də 5. Bu doğrudur. D variantı kəsiri ixtisar etdiyi sürət və məxrəc eyni ədədə vurulur. Xeyr. Sürət və məxrəc eyni ədədə bölünür yazılmalı. Bu yanlışdır. Ona görə düzgün cavab C variantı. 4-cü sualda hansı kəsir ixtisar etdikdə 5-də 3 kəsiri alınar? Uşaqlar, A variantına baxaq. Hər ikisini 5-ə bölsək, 25 bölünsün 5, 5, 15 bölünsün 5, 3. Düzgün cavab elə A variantı 25-də 15. Deyir ki, təsvir edilmiş kəsirə ixtisar etdikdə hansı kəsir alınır? Təsvir edilmiş kəsir ixtisar etdikdə hansı kəsir alınır? Şuralar baxaq, ümumi neçə dənə dama var burada? 12 dənə dama var. 12-sindən 6-sı rənglənib. 1, 2, 3, 4, 5, 6-sı rənglənib. O da 2-də 1 eləyir. Düzgün cavab C variantı. Tamam. Deyir ki, verilmiş kəsirlərdən hansı digər üçünə bərabər deyil? Yəni, bərabər olması üçün, yəni, sürət və məxrəc eyni olmalıdır kəsirlərdə. Gəlin, ilk öncə ixtisar eləyək, ondan sonra bərabər kəsirləri görərik. Çünki belə halda bərabər kəsir görə bilmərik. Baxaq, 15-də 9-u ixtisar eləsək, uşaqlar, qalar 5-də 3. 20-də 12-nin ixtisar hər ikisi 4-ə bölünsə 5-də 3 qalar. 5-də 4 ilə ixtisar getmir olduğu kimi qalsın. 25-də 15-i də hər ikisini 5-ə bölsəm, qalar 5-də 3. Deyir, hansı bərabər deyil? 5-də 4 kəsiri digərlərinə bərabər deyil. Düzgün cavab C variantı. 7-ci sual. Hansı bərabərlik doğru deyil? Baxın uşaqlar, B variantına baxın. 21-də 15. Doğru. Çünki hər ikisini 3-ə böləndə 21 bölünsün 3, 7, 15 bölünsün 3, 5. A variantına baxaq. Hər ikisini 2-yə bölsək, 6 bölü 2, 3, 16 bölünsün 2, 8 doğrudur. 18-də 6, uşaqlar. Hər iki hissəni 6-ya bölsəm, uşaqlar, nə alınır? 6 bölü 6 1 alınır, amma 18 bölünsün 6 3 alınmalı. Bu yanlışdır. Doğru deyil. Amma 26-da 8-i isə uşaqlar 2-yə bölsəm, 8 bölsün 2, 4, 26 böl 2, 13. Düzgün cavab elə D də düzdür. Amma səhv verilən, yəni doğru olmayan isə C variantıdır. Deyir ki, ixtisarın düzgün olması üçün kvadratın yerinə hansı ədəd yazılmalıdır? Uşaqlar, baxın, mən 55-i neçəyə bölsəm 5 alaram? 11-ə. Demək, o zaman mən 33-ü də 11-ə bölməliyəm. Alacam 3. Yəni, kvadratın yerinə biz 3 yazmalıyıq. Düzgün cavab B variantı. 36-da 16 kəsirini. 36-da 16 uşaqlar yazaq. İxtisar eləyək uşaqlar. 4-ə ixtisar gedir. 4-ə getsə uşaqlar qalır sürətdə 4, məxrəcdə 9. 9-da 4 düzgün cavab A variantı. Deyir ki, hansı kəsir 8-də 6 kəsirinə bərabərdir? Uşaqlar, baxaq. Birinci ixtisar eləyək. İxtisar eləsəm alaram 4-də 3. 4-də 3. Bərabər. Baxaq, indi görək hansı cavablara 4-də 3 cavabı var. A variantı 4-də 5 doğru variant deyil. 12-də 9-u. Uşaqlar, 3-ə ixtisar etsəm 4-də 3 alaram. Düzgün cavab B variantı. 11-ci sual. Hansı kəsiri ixtisar etdikdə 7-də 5-dən kiçik kəsir alınır? 7-də 5-dən kiçik kəsir alınır. Ümumiyyətlə, gəlin uşaqlar, bütün kəsirləri ixtisar edək burada. Görək hansı kəsirlər alınacaq. 14-də 13 qalsın, ixtisara getmir. 2 yaparsaq 14-də
11. 5'e geçsə 7-də 5. 3'e geçsə 7-də 3. Şöyle en kiçik kəsir deyir. Baxın, elə en kiçiyimiz nədir? 7-də 3. Deyirsiniz ki, müəllimə, bəs bunlarda 14-də 13, 14-də 11 var. Tamam, olsun. Gəlin onda 7-də 5-i 14-ə gətirək. Necə gətirə bilərik 14-ə? 2-yə vurmaqla. Yəni 14-də 10. O zaman bu eləyəcək 14'te 10, C variantı. Bu deyəcək 14'te 6. Baxaq, 14'te 13'üm var, 14'te 11'im var, 14'te 10'um var, 14'te 6'm var. Yəni də ən kiçik nə oldu? D variantı 7'də 3 və yaxud da 21'də 9 kəsiri. Deyir uyğunluğu müəyyən edir. Əlbəttə ki, ixtisar olunan sonra tapa bilərik uyğunluğu. İxtisar eləyək uşaqlar. 2'ye geçsə 9'da 3. 9'a geçsə uşaqlar 5'də 2. 2'ye geçsə 13'də 9. 3'e 1, 2, 3. 3'e A bəndi oldu. Şöyle birinciyi bir ixtisar etsəm 3'də 1 qalar burada. Tam ixtisar etsəm 3'də 1. 1'ə B bəndi oldu. 5'də 2 də C bəndi. Düzgün cavab 1'ə B, 2'yə C, 3'ə də A. Hələlik bu qədər uşaqlar. Gələn videolarda görüşənədək.